Deməli müəllimlər, bugünkü dərsimiz olur sizlə təfəkkürün növləri. Təfəkkür dedikdə müəllimlər nə başa düşürük? Təfəkkür insanın koqnitiv, yəni idraki bir fəaliyyətidir. Düşünmə prosesidir də, belə deyək. İnsan bilirik ki, bir çox düşüncələrə malikdir. Birdən sadə olaraq düşünə bilir, hər tərəfli olaraq düşünə bilir. Yeni bir fikirlər, belə deyək də, ortaya qoya bilir. Ümumiyyətlə bizim fikirlərimiz, idraki fəaliyyətimiz təfəkkürümüz deməkdir. Bizim də bir çox təfəkkürümüzün növləri vardır. Məntiqi təfəkkür, tənqidi təfəkkür, yaradıcı təfəkkür, problem həll etmə də var, digər təfəkkürün növləri də var. Ancaq biz sizlə bu günlərim keçirik məntiqi təfəkkürü. Məntiqi təfəkkür deyəndə müəllimlər nə başa düşürük? Məntiqi təfəkkür sadə yolla bir şeyin tapılmasıdır. Səbəb-nəticə əlaqəsinin tapılması, problemin sadə yolla həllidir. Prosesin sonra başlanğıcını və sonunu müəyyənləşdirilməsidir. Faktlar əsasında mühakimə yürütmə və əsaslandırmadır. Bundan əlavə məntiqi təfəkkür üçün belə deyim də, sadə yolla başa salım. Uşaqlarda məntiqi təfəkkür deməli nə vaxt formalaşır? Məntiqi təfəkkür uşaqlarda demək olar ki, formalaşan vaxtı ən çox belə deyək də 7 yaşına qədər olan uşaqlardadır ki, uşaqlar gördüyümüz kimi bir şeyi görürlərsə, ona aid başlayırlar valideynlərə çoxlu suallar verməyə. Bax, nələrsə soruşurlar və burada səbəb-nəticə əlaqəsini tapmağa çalışırlar. Bu zaman uşaqların suallarını biz onların başa düşəcəyi formada, düzgün formada, yəni belə deyək də cavablandırmalıyıq ki, uşaqlarımızda məntiqi təfəkkür formalaşmış olur. Yox, əgər onların suallarını cavabsız qoyuruqsa, onlar deməli məntiqi təfəkkürü tam formalaşmır. Bu deməli uşaqların çox sual verməyi onların həmən vaxtda məntiqi təfəkkürünün formalaşmasından ibarətdir. Məhz məntiqi təfəkkür deməli formalaşdırmalıyıq ki, biz uşaqlarımızda. Digər təfəkkür növləri də onlarda asanlıqla formalaşmış olsun, inkişaf etsin. Və tənqididir, yaradıcıdır və bunların əsası deməli məntiqi təfəkkürdən gəlmiş olur. Məntiqi təfəkkürün də özünün formaları var, yəni düşünmə formaları. Düşünmə formaları hansılardır? Burada qeyd edilibdir induktiv düşünmə, deduktiv düşünmə, sonra analitik düşünmə, divergent, konvergent, analoji düşünmə, verbal düşünmə, qeyri-verbal düşünmə, ardıcıl düşünmə və sistemli düşünmə. Bax, indi sizinlə baxırıq düşünmə formalarımıza. İlk öncə baxırıq induktiv düşünmə. İnduktiv düşünmə dedikdə müəllimlər nə başa düşürük? Gəlin ilk öncə tərifini oxuyaq, sonra sadə formada bunu sizə başa salım ki, induktiv nə deməkdir? Deməli, induksiya nümunələrə baxıb, induktiv yəni düşüncədə, onları bir prinsip altında birləşdirmək. Yəni nümunələrdən ümumi prinsip, xüsusidən ümumiyə doğru getmək. Ümumiləşdirib, nəticə çıxarıb, bu düşünmənin göstəricisidir. İstinad edilən və istifadə olunan nümunələri doğru və məqsədə uyğun olmalıdır ki, aparılan ümumiləşdirmələr doğru olsun. Və belə deyək də, burada şəkildə göstəribdir. Birinci müşahidə edirik, sonra beynimizdə bunu analitik təhlil edirik, yəni analiz. Və sonda birləşdiririk, ümumi bir nəticəyə gəlirik. Və bu nə deməkdir? Məsəl üçün, biz hər hansısa bir dipçəkdə gül əkmişik, bu gülü suluyuruq və günəşin altında saxlayırıq. Görürük ki, günəş altında qalan gül daha yaxşı inkişaf etmiş olur. Buradan özümüzdə, beynimizdə təhlil etdik bunu və ümumi nəticəyə gəlirik ki, bitkilər ümumiyyətlə günəş altında daha yaxşı inkişaf etmiş olur. Deməli, burada bir xüsusidir. Gülü yetişdirməyini biz gördük və ümumi nəticəyə gəldik ki, bunun inkişaf etməyinin səbəbi nə idi? Bundan neynədik? Bir qayda çıxartdıq özümüzə. Deməli, bu olur induktiv düşüncə. Nümunələrdən qayda çıxardırıqsa, bu bizim induktiv
induktiv düşüncəmizdir. Burada da bir belə məsəl verib, deyir Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə ana dilinin saflığı uğrunda mübarizə aparmışlar. Bu ədiblər 20-ci əsrin əvvəllərində yaşamışlar. Deməli 20-ci əsrin əvvəllərində ana dilinin saflığı uğrunda mübarizə aparıblar. Yəni şairlər də belə deyək, mübarizə aparıblar. Baxın müəllimlər, burada tək-tək dedi. Mir Sabir, Cəlil Məmmədquluzadə, iki dənə belə deyək də xüsusi şairlərin adı çəkildi. Sonradan bunlar birləşildi ki, yəni 21-ci əsrin əvvəlində bunların hamısı da demək olar ki, şairlərin çoxusu ana dilinin saflığı uğrunda mübarizə aparıb. Biz birinci bunları düşündük tək-tək. Sonradan ümumi nəticəyə gəldik ki, 20-ci əsrin əvvəlində ana dilinin saflığı uğrunda mübarizə aparılıb. Deməli, bir qayda çıxartdıqsa, bu induktiv düşüncədir. Digər məsələyə də baxaq. Durna və leylək köçəri quşlardır. Baxın, burada da tək-tək gedir. Durna, leylək köçəri quşlardır. Hər ikisi qışda isti ölkələrə uçur. Deməli, köçəri quşların qışda isti ölkələrə uçmaq kimi xüsusiyyəti var. Burada müəllimlər xüsusi quşlardan söhbət getdi. Sonra beynimizdə bunları ümumiləşdirdik və nəticəyə gəldik ki, bütün köçəri quşlar qışda isti ölkələrə getmiş olur. Bu onların nə idi? Xüsusiyyətidir. Deməli, xüsusidən ümumiyə doğru gəliriksə, bu hansı düşüncə olur? İnduktiv düşüncə. Həm də induksiya da deyilir. Digər deməli düşünmə formamıza baxaq. Bu isə deduktiv düşüncədir. Deduktiv düşüncə də bunun əksi olaraq qaydadan bir nümunə çıxartmaqdır. Məsəl üçün, hər hansısa bir qaydanı deyirəm, qaydaya görə nümunələr gətiririksə, bu bizim deduktiv düşüncəmizdir. Bax, məsəl üçün, burada veribdir ki, rəziyyat dərsində şagirdlər birinci öyrənirlər ki, toplananların yerin dəyişdikdə cəm dəyişmir. Baxın, burada yazıbdır, məsəl üçün, 7 üstə gəl 5 yazaq da, məsəl üçün, 7-nin üstünə 5 gəldik, elədi 12. 5-in də üstünə 7 gəlirik, eləyir 12. Deməli, burada toplananların yerini dəyişdiksə, cəm yenə də dəyişmədi. Bunu biz neynədik? Nümunə olaraq dedik. Birinci qaydanı deyirik, ondan nümunələr gətiririksə, deduktivdir. Amma yox, baxın, gəlin induksiyaya görə də bunu elə bir nəticə çıxardaq. Amma biz bir toplama ilə səydik ki, 7 üstə gəl 5 bərabərdir 12 və yaxud da ki, onun altından yazırıq ki, 5 üstə gəl 7, bu da 12. Görürük ki, öz beynimizdə ümumiləşdiririk ki, təhlil edərək. Burada toplananların mən yerini dəyişdim, cəm dəyişmədi. Bu onda oldu induksiya, bayaq dediyim kimi. Xüsusidən, yəni nümunədən özüm qayda çıxartdım. Amma qaydadan nümunəni çıxardıramsa, deməli olur deduktiv düşüncə. Bir də ki, müəllimlər, lar-lər şəkili var. Ümumi şəkildə verilənləri yadınızda saxlayın ki, bu deduktiv düşüncədir. Amma tək-tək verilibsə, bu hansı düşüncə olacaq? İnduktiv düşüncə olacaqdır. Baxın, burada deyir, ümumi ideya, fikir, prinsip, sonra müşahidə edirik və nəticəyə gəlirik. Bax, burada deyir, güllərin, lar-lər, gülləri sulanmadan çiçək açmayacağını öyrənən şagird güllərin özlüyündə qət edir ki, limon ağacı sulanmasa dar verməyəcək. Bax, burada tək bir xüsusi nəticəyə sonda gəldi. Nəticəyə sonda gəlirsə, deməli deduktivdir. Amma mən bayaq nə dedim? Bir gülü belə deyimdə bitkini qoydum günəşin işığına, gördüm ki, daha yaxşı inkişaf edib. Buradan qayda çıxartdım ki, deməli bitkilər günəş işığında daha yaxşı inkişaf etmiş olur. Burada özüm qayda çıxartdım. Amma deməli deduktiv düşüncədə qaydadan nümunələr gətirmiş oluruq. Tam bunun əksinədir. Analitik düşüncə var. Analitik düşüncə dedikdə nə başa düşürük? Bu da asaddır. Burada təhlil edirik, hissələrə parçalayırıq. Bax, məsəl üçün, beynimizdə tənqidi, burada da düşüncəmizdə belə deyək də yer tapmış olur. Yaradıcı düşüncədə məntiqi, analoji, deduktiv, induktiv. Bax, bütün düşüncə formasından istifadə edərək belə yadınızda qalsın.
analiz edib düşünürüksə, deməli bu bizim analitik düşüncəmiz deməkdir. Yəni burada hər tərəfli düşünmüş oluruq. İndi isə baxırıq divergent düşüncəyə, daha sonra konvergentə baxacağıq. Bu da induktiv və deduktiv kimi bir-birinin əksi olan düşüncə formalarıdır. Deyir, bu düşüncə tərzi problemin həlli üçün ideyaları, deməli, genel siyasına xidmət edir. Divergent düşünmə tərzi problem və sualları çoxsaylı perspektivdən baxma və çoxlu mümkün cavab, həll yolu fikirləşməkdir. Divergent düşünən qəbul olunmuş yolların əleyhinə çıxaraq alternativlər axtarmağın tərəfdarıdır. Divergent düşünənlər əlavə fikirlər tapmaqda yaxşıdırlar. Problemi tez həll etməkdə çətinlik çəkirlər. Çünki deyir, yeni ideya axtarışında olurlar. İdeya və fikir toplama prosesində fərqli yanaşma ilə seçilirlər. Bu nə deməkdir, müəllimlər? Yəni ki, divergent düşünən insan hər tərəfli düşünərək yeni fikirlər axtarmağa çalışırlar. Dahiyanə bu insanları nəzərdə tutunda elə bir ki, məsəl üçün bir problem var, onun bir həll yolu var. Bunu etmək mümkündür. Amma mən çalışıram ki, buna yeni həll yolu tapam. Bir həll yol mənə bəs etmir. Daima araşdırmada olan, daima yeni yollar axtaran, daima belə deyək də yeni fikirlər toplayan insanlar, deməli divergent düşünən insanlardır. Dahiyanə düşünən, yəni divergentdir. Bəs konvergent düşünmə nədir? Konvergent düşünmə əksinə olaraq mövcud müxtəlifliyi, ideyaların toplanması, təhlil etməsinə xidmət edir. Konvergent düşüncə yaradıcı təfəkkür olmasa da onun stimullaşdırmağa şərait yaradır. Məsəl üçün, bayaq dedim ki, hər hansısa bir problemin bir çıxış yolu var. Mən onu qəbul etmirəm. Başqa bir çıxış yolu axtarıram. Yeni həll yolu axtarıram. Amma konvergent düşünən insan bu problemin bu çıxış yolu varsa elə ondan kifayətlənir. Onu bəs edir onun üçün. Çox düşünmür, tez nəticəyə gəlir. Amma divergent düşüncə gec nəticəyə gəlir, gec nəticə çıxardır. Konvergentdə deməli, tez nəticə çıxardan, əziyyət çəkməyən, belə deyək də, yəni nələrsə fikirləşməkdə əziyyət çəkirlər ki, nələrsə fikirləşimdə. Artıq bunlar üçün bir problem həlli varsa, bunu qəbul etmiş olurlar. Amma divergent bundan deməli, neynəmir? Bundan razılaşmır. Daima axtarışda olur. Daima axtarışda olanlar divergent, konvergent isə onun əksi olaraq həll yolu varsa, bu onun üçün bəs edir. Budur konvergent düşünmə. Digər düşünmə tərzimiz nədir? Analoji düşünmədir. Analoji düşüncə dedikdə nə başa düşürük? İki və daha artıq hadisə, anlayış, sistem və s. arasında olan oxşarlıqların müəyyənləşdirilməsinə xidmət edən düşünmə bacarığıdır. İki və daha çox obyekt arasında oxşarlıq tapdıqdan sonra bir obyektdən əldə olunan informasiyadan istifadə etməklə digər obyekt haqqında mühakimə yürütmək, nəticə çıxarmaq və bilik əldə etmək olar. Belə deyək də, hər hansısa bir əşyadır. Bir əşyadır, deməli, onların arasındakı biz oxşarlığı tapırıqsa, bu bizim analoji düşüncəmizdir. Burada veririk ki, pianinoda ifadə etmək üçün lazım olan bilikləri uşaq digər klaviş alətlərində də tətbiq edə bilər. Pianinoda da oxşarlıq nədir? Pianino başqa bir, belə deyək də, fərqliliyi ondan ibarətdir ki, başqa musiqi alətidir, tar isə başqa musiqi alətidir. Amma hər ikisində hər hansısa bir musiqini ifa etmək olar. Məsələn, Azərbaycanın himni olsun, sonra və yaxud da ki, Sarı Gəlin ifası olsun. Bunların hər ikisini burada ifa edə biliriksə, bu bunların oxşar cəhətləridir ki, hər ikisini də edə bilirik. Amma fərqli cəhətləri nədir? Fərqli cəhətləri ondan ibarətdir ki, başqa-başqa alətlərdir də, budur.
İki və daha artıq anlayışın içərisindən deməli oxşarlıq müəyyənləşdirmək analoji düşünmədir. Daha sonra belə bir misal verib ki, müəllim şagirdlərə 300 min rəqəminin nə qədər böyük olduğunu izah etmək üçün yerlə ayın arasındakı məsafə böyüklüyünü izah edə bilər. Baxın, burada deməli 3000 rəqəmi deməli rəqəmdir. Yerlə ayın arasındakı oxşarlıq ondan ibarətdir ki, bu rəqəmlə eynilik təşkil edir. Və burada deməli oxşarlığı tapırıqsa, müəyyənləşdiririksə, deməli hansı düşünmə formasından istifadə edirik? Analoji düşünmə formasından istifadə etmiş oluruq. Digər düşünmə formamıza baxırıq, verbal, daha sonra isə qeyri-verbalı baxacağıq. Deməli, verbal dedikdə nə başa düşürük? Düşüncələri dilə gətirmək, fikri ifadə etmək bacarığıdır. Danışarkən şagird düşüncələrə yönəldir, sonra bu prosesi daha mürəkkəb formaya keçirərək daxili nitqə çevrilir. Amma ilkin mərhələdə bu proses səsli şəkildə getməlidir. Verbal düşünən insan özünün eşitdiyi üçün fikirləri sanki daha aydın olur. Məsəl üçün, hal-hazırda mən öz düşüncələrimi dilə gətirirəmsə, deməli bu mənim nəyimdir? Verbal düşünməmdir. Eşidirəm və düşüncəmi öz beynimdə öz-özümü eşitdikdən sonra həmən fikirlərimi dilə gətirməyim, sözlə ifadə etməyim, deməli verbal düşünmədir. Verbal düşüncəniz yadınızda qalsın. Dilimizə gətiririk, nitqimizə gətiririk, onu sözlə ifadə ediriksə, bu verbal düşünmədir. Bəs qeyri-verbal nədir? Qeyri-verbal isə bunun əksi olaraq öz düşüncələrimizi belə deyək də yazmaqdır. Düşüncələrimizi nələrəsə həkk etməyimizdir. Məsəl üçün, rəsm çəkirik, şəkil çəkirik, rəziyyatda hesablayırıq, hesabladıqlarımızı yazırıq, düsturdursa bunu yazırıq və düşüncələrimizi yazılı formada, şəkillərdə belə deyək də çəkiriksə, məsələn, rəsmi çəkirik, düşüncələrimizi ortaya qoyaraq çəkirik, düzdür? Bu bizim qeyri-verbal düşünməyimizdir. Nə isə planlaşdırırıqsa, həmən deməli planı çəkiriksə, bu da bizim qeyri-verbalımızdır. Maket hazırlayırıq. Maketi neyinirik? Düşünürük ki, bunu da hazırlamış oluruq. Öz düşüncələrimizi nələrəsə həkk etməyimiz nədir? Deməli, qeyri-verbal düşünmə. Xəritədə işləmək, nə isə göstərmək, gözümüzlə görürük, göstəririk. Kompasdan düzgün istifadə etməkdir, diaqramdır, sxemdir, cədvəlləri çəkməkdir, çertyajlardan düzgün istifadədir. Bunların hamısı qeyri-verbaldır. Deməli, düşüncələrimizi dilə gətiririksə qeyri-verbal düşünmə, düşüncələrimizi belə deyək də nələrinsə üzərində yazılı formada həkk ediriksə, belə deyək də qeydlər aparırıqsa, bu isə qeyri-verbal düşünmə tərzidir. Ardıcıl düşünməyə baxırıq, müəllimlər. Ardıcıl düşünmə nədir? Burada belə bir şəkil verilibdir. Addım-addım, belə deyək də, mərhələli şəkildə düşünməni əks etdirir. Bir insan addım-addım düşünürsə, mərhələli şəkildə düşünməyə bacarırsa, bu ardıcıl düşünmədir. Və burada belə bir misal veribdir. Deyir, araşdırma aparan şagirdlər bilməlidir ki, əvvəlcə informasiyaları bir çox müxtəlif mənbələrdən toplayırıq. Bax, ardıcıl etdik. Birinci topladıq. Sonra informasiyanı emal edirik. Ümumiləşdiririk, qruplaşdırırıq, təhlil edirik, dəyərləndiririk və sonda nəticəyə də belə gəliriksə, bunlar hamısı araşdırma əsaslıdır. Deməli, burada nədir? Prosesləri ard-ardı etmiş olduq, addım-addım etmiş olduq, ardıcıl düşündük. Bir şeyləri ardıcıllıqla həll ediriksə, deməli, bu bizim nəyimizdir? Ardıcıl düşünməmiz. Yadınızda qalsın, addım-addım ardıcıllıqla düşünməmiz ardıcıl düşünməyə aiddir. İndi isə baxırıq sistemli düşünməyə. Sistemli düşünmə nədir?
Bizi deyir əhatə edən anlayışlar, konsepsiyalar, ideyaları təhlil etmək, hissələrə parçalamaq, düzgün bölüşdürmək, daha da yaxşılaşdırmaq bacarığıdır. Məsəl üçün, biz özümüz üçün günlük plan qururuq ki, sabahların gün rejimi deyək də, nələr edəcəyik. Bunları sistemli şəkildə biz ediriksə, deyərsiniz ki, belə deyək də, ardıcıl düşünmədə də bunu edə bilirik. Bəli, ardıcıl düşünmədə nələrisə tapırıq, ümumiləşdirib dəyərləndiririk. Amma sistemli düşüncədə bir işin sistemini qururuq ki, məsəl üçün, bu işi ardıcıllıqla sabah hansı işləri görəcəm. Bunu məsəl üçün, səhər duracam, işə gedəcəm, işdən sonra məsəl üçün, nələr edəcəm, gələcəm evə. Bunları sistemli şəkildə özümüz üçün qururuqsa, bu bizim sistemli düşünməmizdən ibarətdir. Bax, burada belə bir misal verib ki, suyun çirkləndirilməsi dənizdəki canlıların bundan zərər görməsi ilə nəticələnir. Canlıların orqanizminin toksin maddələrin səviyyəsi artır ki, bu da insanların dəniz məhsulları ilə qidalanması zamanı elə insanın özünə də mənfi təsir göstərir. Deməli, biz burada sistemli şəkildə bunu düşündük ki, nələrə nəticələnir və onlardan, belə deyək də, nələrdən zəhərlənmə gedir və insanın özünə də sonda nəticəyə gəldik ki, deməli, burada fikirlərimizi toplayaraq, təhlil etdikdən sonra sonda nəticəyə gəldik ki, deməli, bu insanın özünə də mənfi təsir göstərir. Deyir və ya suyun çirklənməsi prosesi canlılar da məhv olur və bu öz növbəsində də ekoloji tarazlığın pozulmasına da səbəb olur. Bütün bunlar insan həyatına ciddi şəkildə mənfi təsir göstərmək olur da, belə deyək. Bax, sonda ümumi nəticəyə gələrək bunları çıxartdıq ki, bütün bunlar insan həyatına ciddi şəkildə mənfi təsir edir. Bu, bizim nəyimizdir? Sistemli düşünməyimizdir. Çünki burada artıq təhlil etdik, hissələrə parçaladıq, düzgün bölüşdürdük və sonda nəticəyə gəldik ki, bu, bütün insanlar üçün təhlükəli bir prosesdir. Və bu, bugünkü dərsimiz bu idi. Yenə bir daha nəzər salaq. Deməli, bizim düşünmə formalarımız necə oldu? İnduktiv, deduktiv, daha sonra analitik, divergent, konvergent, analoji, verbal, qeyri-verbal, ardıcıl və sistemli. İnduktiv düşünmə dedikdə necə başa düşdük? Xüsusidən ümumiyə doğru, yəni fikirlərimizi müşahidə edərək toplayırıq, onu təhlil edirik və ümumi nəticəyə gəlirik. Deduktiv düşüncə qaydadan, belə deyək də, hər hansısa bir nümunələr gətiririk. Ümumidən burada həm də xüsusiyə doğru getmiş oluruq. Analitik düşüncə, müxtəlif məlumatları təhlil etmək, hissələrə bu da parçalamaq, burada araşdırmaq da gedir. Deməli, bütün düşünmə formalarımızı özündə əks etdirən düşünmə forması analitik düşünmədir. Divergent düşünmə dedik, dahiyani düşünmədir. Yəni, burada hər tərəfli düşünmüş olursan, bir həll yoluyla kifayətlənmirsən. Konvergent düşünmə sadə düşünmədir. Problemin bir həll yolu varsa, ondan kifayətlənmiş olursan. Daha sonra analoji düşüncə, belə deyək də, hər hansısa bir əşyalar arasında oxşarlığı müəyyənləşdiririksə, analoji düşünməmizdir. Verbal düşünmə, səsli düşünmə, sözlərimizlə ifadə edirik, fikirlərimizi dilə gətiririk. Qeyri-verbal düşüncə artıq burada yazıdır, şəkildir, heykəldir, düzəltməkdir, maket hazırlamaqdır, sxemdir, cədvəldir, bunlardan istifadə etməkdir, çertiyojdur. Bunların hamısı isə qeyri-verbaldır. Ardıcıl düşünmək, yəni addım-addım mərhələli şəkildə düşünürüksə, bir işi ardıcıllıqla görürüksə, bu bizim ardıcıl düşünməmizdir. Sistemli şəkildə düşünməmiz isə təhlil edirik, birinci parçalara, hissələrə bölürük, düzgün bölüşdürürük və ümumi nəticəyə sonda gəliriksə, bu isə bizim sistemli düşüncəmiz deməkdir.